Ölüm yaxşı bir qırmancdır da. Varlığın yaratdığı, Allahın yaratdığı və Qırmanc? o qırmanc. O qırmanc bizi tələsdirir ki, sənin burada vaxtın azdır. Bax ki, məsələn, adamlar qocalırlar, bax ki, adamlar ölürlər. Axtar ki, bura niyə gəlmirsən? Onun səbəbini axtar. Ölüm olmasaydı, adamlar ölərdilər. Ölüm insanlığı ölməyə qoymur, belə paradoksal səslənsə də. Ölüm var deyə insanlar, bəziləri, hamısı yox, həqiqəti axtarırlar. Ölüm var deyə həqiqət axtarırlar, yoxsa daha düzgün yaşamağa çalışırlar? Həqiqətdə düzgün yaşamaq da var. Amma bununla ifadə oluna bilməz həqiqət. Həqiqət əbədi həyat deməkdir. Məsələn, insan ölümü dərk elədiyi üçün əbədiyyət axtarmaq zorundadır ki, ölümsüzlüyü tapın. Ona görə insanlar, axtaranlar həqiqəti ölümsüzlük kimi axtarırlar. Bir də başa düşürlər ki, Allah deyir ki, bunu daha dərindən dərk eləmək üçün əxlaqdan keçməlisən. Bu məcburiyyətdir. Məsələn, məktəbdə elm öyrənmək üçün əxlaqlı olmaq zorunda deyilsən. Yaddaşı işləyirsən, mətnlər əzbərləyirsən. Amma şərqdə həqiqəti dərk eləmək üçün deyir ki, sən düzgün və dürüst həyat tərzindən keçməlisən. Sənin qəlbin düz atmasa, o böyük həqiqəti də qavramaq iqtidarında olmayacaq.